Deməli, kəsirlərin 30 dənə sual var. Əvvəlcə bu təkrar bunun izahına baxacaq, sonra da sınaq izahına. Birinci, 1/8-də 3 hissəsi 18 olan ədədir. Deməli, məsələni birinci bura qədər həll etmək lazımdır. 8-də 3 hissəsi 18 deyəndə 18-i böləcəksən 3-ə, vuracaqsan 8-ə. Bu eləyəcək 48. Təzədən bunun da 12-də 5-ini tapacaqsan. Bu dəfə də 48-i böləcəksiniz 12-yə, vuracaqsınız 5-ə. Eləyəcək 48 12-yə bölən 4, 5-ə vuranda 20. Burada 2 cavab var. Yəni yox, cavab oldu 20. Sual 2-də. Axşamın xeyir müəllim. Axşamın xeyir bəxtiyar. Piyada yolun 8-də 3 hissəsini getdikdən sonra. Deməli 8-də 3-ünü gedib. Yolun uzunluğu x-dir, bilmirəm. Hələ bir 2 kilometrdə getməlidir ki, yolun ortasına çatsın. Yolun ortası deməkdir, yolun yarısı, 2-də 1-i. Bu deməkdir, 2-də 1 yarı deməkdir. Buradan heç x tapaq görək, yol nə qədər olmalıdır? Adicə hər tərəfi 8-ə vursaq, ya da x-lər bir tərəfə, ədədlər bir tərəfə eləyə bilərik, fərqi yoxdur. Gəl belə eləyək, 8-də 3-ü bu tərəfə aparıram. 2-də 1 x çıxılsın, 8-də 3 x, bərabərdir 2 qalsın. Ortaq məqəd 8 olar. Birincini 8 eləmək üçün 4-ə vuracam. Olur o zaman 8-də 4 x çıxılsın, 8-də 3 x bərabər 2-yə. Bu da eləyəcək 8-də 1 x bərabərdir 2-yə. X tapanda 8-i vuracaq, çarpacaq buradan 2-yə. Olacaq 16. Deməli, yolun ümumi uzunluğu 16 kilometr imiş. Sonra ifadənin qiymətini tap deyir. Ortaq məxrəcə gətirərəm. Burada eləyəcək onda nə? 9 tam 16 eləmək üçün 4-ə vururam. 16-da 4. Çıxılsın 8 tam 16-da 12. Üzərinə gəl 2 tam 16-da 1. Bərabərdir. Gəlin burada 4-dən 12 çıxa bilməyəcəyimə görə bu tamı xırdalayıram. 9-u 8 yazıram. Məxrəc qalır olduğu kimi. Bu 16-nın da üzərinə bu 4-ü gəlirəm 20 eləyəcək. Tam xırdalanında bu şəkildə. Tamı bir vahid azaldın. Sürətlə məxrəci toplayıb sürətə yazın. Çıxılsın 8 tam 16-da 12. Üzərinə gəl 2 tam 16-da 1. Bu da bərabər. 8 tamdan 8 tam çıxanda 0 tam getdi. 16-da 20-dən 12 çıxanda 16-da 8 qalır. 16-da 8-in üstünə də 2 tam 16-da 1 gəlirəm. Dəbi belədir. 16-da 8 plus 2 tam 16-da 1. Bu da eləyəcək 2 tam 16-da 9. Cavab qalacaq bu şəkildə. Salam deyək. Sonra gəldik 4-cü suala. Parçanın əvvəlcə 8-də 1-ni. Birinci 8-də 1-ni istifadə eləmişəm. Sonra qalan parçanın 8-də 1-ni istifadə eləmişəmsə 8-də 7-si qalıb. Mən bunun 14-də 3-ünü istifadə eləməliyim. Yəni vurmalıyam 14-də 3-ə. Burada 7 ilə 14 ixtisar getsə qalacaq 2. Vuranda eləyəcək bu da 16-da 3. İşlənməyəni soruşur. Nə qədər qaldı? Deməli, birinci x 1 idi. Tam şəkildə 1 olur da. 1-dən 8-də 1-i getdi. Sonra da 16-da 3-ü getdi. Görək nə qalacaq əlimizdə? Ortaq məxrəc 16-dır. Bu eləyəcək 16-da 16. Çıx 16 eləmək üçün 2-yə vururam. 16-da 2. Çıx 16-da 3. Bu da bərabər eləyəcək 16-da. 16-dan 2-ni çıxıram. 12, 14. 3-ünü çıxanda 11. Deməli, işlənməyən hissə olacaq 16-da 11. Sonra A B-nin 8-də 5-ini təşkil eləyir. Onda yazıram A bərabərdir 8-də 5 B. Buradan 8-i çarpaz bura vuracam. Olacaq 8A bərabərdir 5B. A-nın qiyməti olacaq burada 5K. Yol lazım deyil heç. A-nı 40 verib də burada yerinə 40 yazaq. Yazıram onda 8 vurulsun 40 bərabərdir 5B-yə. Buradan 5B bərabər olacaq 320-yə. B də bərabər olacaq 64-ə. Bizdən də elə B-nin cavabını soruşurdu. Sonra sual 6-da. Bir A ədədi B-nin 3-də 2 hissəsi. Yazıram onda A bərabərdir 3-də 2 B-yə. 3-ü çarpaz vuranda eləyəcək burada 3A bərabərdir 2 B-yə. A-nın qiyməti buradan 2 görünür. B-nin qiyməti də 3 görünür. İkinci addıma baxıram. B C-nin 5-də 3-üdür. Yəni B bərabərdir 5-də 3 C-yə. Çarpaz vuranda 5B bərabərdir 3C yazıram. Buradan B-nin qiymətinə 3, C-nin qiymətinə 5 düşür. Baxıram B-lər eynidirsə problem yoxdur. Deyir A C-nin hansı hissəsini təşkil edir? A-nı bölməliyəm C-yə. A-nın qiyməti 2, C-nin qiyməti də 5.
Eləyəcək onda ya 5-də 2, ya da 2-ni 5-ə böləndə 0,4. Hər iki halda cavab verilə bilər ikisindən biri. Sonra gəldik sual 7-yə. Burada deyir ki, cəmini tapın. Əvvəlcə 1-i nəyə bölürsənsə böl tərs çevriləcək. 1-i 2-də 1-ə böləndə 2 eləyəcək. Üzərinə gəl. Bu 2-də 1-in kvadratı 4-də 1 eləyir. 1-i 4-də 1-ə böləndə 4 eləyəcək. 2-də 1-in kubu 8-də 1 eləyəcək. 1-i 8-də 1-ə böləndə 8 düşəcək. 2-də 1-in üzərində 4 eləyəcək 16-da 1. 1-i 16-da 1-ə böləndə 16 düşəcək. Bunların cəmini tapanda eləyəcək neçə? 30. 30. Olur 30. Sonra gəldik 8-ə. Samir testdəki məsələlərin birinci gün 4-də 1-ini, ikinci gün qalan məsələnin 5-də 1-ini eləyib. Birinci gün 4-də 1-ini eləyibsə, 4-də 1 x yazıram. Əlində bunun 4-də 3-ü qalıbdır. Təzədən bu 4-də 3-ün də 5-də 1-ini həll elədi. Vurdum 5-də 1-ə. Bu da eləyəcək 20-də 3x. Deyir ki, daha 16 məsələ həll etdi. Hələ bir 16-sını da həll elədi və yarısı həll etmiş oldu. Ən sonunda bunların hamısı yarı deməkdir. 2-də 1 x deməkdir. Deməli, Samirin əvvəlcə oxumalı olduğu deməli, dərs nə qədər olmalıdır? Məsələ daha doğrusu x qədər idi. X-dən bir-bir bunlar çıxıram. Birinci x-dən 4-də 1-i getdi. Sonra 20-də 3-ü getdi. Sonra 16-sı getdi. Əlində qaldı 2-də 1 x-i. İndi yazıram. X-dən 4-də 1-i gedəndə qalacaq burada 4-də 3x. Çıx. 20-də 3x. O 2-də 1 də gəlir bura çıxılsın. 2-də 1 x yazıram. Bərabər 16-nı sağa yazıram. Hamısının ortaq məxəc 20 olar. Birincini 20 eləmək üçün 5-ə vuracam. 20-də 15x. Çıx 20-də 3-ün özü qalacaq burada. Bu da eləyəcək 20-də 10x. Bərabər 16-ya. Davamlı buradan yazıram. Eləyəcək 20-də 15-dən 3-ünü çıxacam. Qalacaq 12. 12-dən də buradakı 10 çıxanda qalacaq 20-də 2x. Bərabərdir 16-ya. Buradan da ki 2x bərabər 20-ni vururam 16-ya. Eləyəcək 320. X də bərabər olacaq 322-yə böləndə 160. Deməli, testdə 160 dənə məsələ var imiş. Sonra 9-da. Deyir ki, atanın yaşı hal-hazırda ana və oğlunun yaşları cəminə bərabərdir. Deməli, ata bərabər olmalıdır. Ana ilə oğlun yaşlarını. Ana plus oğul yazıram. Oğul nə qəribə yazdım. Oğul. Deyir, 5 ildən sonra atanın yaşı ana və oğlunun yaşları cəmindən nə qədər kiçik olar? Hal-hazırda belədir. 5 ildən sonra atanın da yaşının üzərinə 5 gəlir. Ata da plus 5 olur. Ananın da yaşının üzərinə 5 gəlir. Oğulun da üzərinə yaşına 5 gəlmiş oldu. Deyir ki, atanın yaşı o ana və oğlun yaşları cəmindən nə qədər kiçik olar? Deməli, 5 ildən sonra mən nə etməliyəm? Atanın yaşından ana və oğlunun yaşları cəmini çıxmalıyam, çox olduğunu bilmək üçün. Onda yazıram, ata üzərinə gəl 5, çıxılsın ana, çıxılsın oğul, çıxılsın buradakı 5-lər də mənə 10 verir də, bərabərdir. Buradan yazıram onda. Bu atanın yerinə mən yaza bilərəmmi? Ana plus oğul. Yazıram onda bura. Ana plus oğul plus 5 minus ana minus oğul minus 10 bərabərdir. Oğul müsbət, oğul mənfi, ana müsbət. 5 çıx 10 mənfi 5. Deməli 5 vahid kiçik oldu. Yazırıq 5 vahid kiçik. Nə qədər kiçik olduğunu soruşur. Ya da 5 yaş da deyə bilərik buna. 5 yaş kiçikdir deyə bilərik. Sonra gəldik bura. Sürəti 76 olan neçə ixtisar olunmayan, düzgün olmayan kəsir var. İxtisar olunmayan o deməkdir ki, qarşılıqlı sadə ədədlərdən təşkil olunsun. Qarşılıqlı sadə ədədlər də deyəndə düsturumuz belə idi ki, P bərabərdir. A vurulsun 1 çıxılsın 1 böl A, 1 çıxılsın 1 böl B, 1 çıxılsın 1 böl C və s. Davam edəcək vuruqların sayına görə. 4 dənə vuruq varsa 4 mötərizə, 2 vuruq varsa 2 mötərizə, 5 vuruq varsa 5 mötərizə şəklində həll eləyəcəyik.
Birinci növbədə 76-nı sadə qruplarına ayıracağıq. 2-yə böləndə qalacaq 38, 2-yə böləndə qalacaq 19, 19, 19-a böləndə 1 qalacaq. Hər qrupdan biri seçilməlidir. Bir dənə 2, bir dənə 19. Deməli 2 dənə mötərizə yazmalıyam. P bərabər A-nın özü 76, vur 1 çıxılsın 2-də 1 və digər qrupumuz 19 olduğuna görə 1 çıxılsın 19-da 1 olacaq. Bu da bərabərdir. 76. Birdən 2-də 1 çıxanda 2 məxrəcdə qalır. 2-ni vururam 1-ə 2, çıxıram 1-ni, qalacaq burada 1. Aşağıda 19 qaldı. 19-u vururam 1-ə 19, çıxıram 1-ni, qaldı burada 18. Bu da bərabər. 2-ni 19-a vuraram. Mən burada ixtisar eləmirəm çox vaxt. Birbaşa bir cavab almaq üçün. 38-də 18. İndi baxıram. 38 ilə 76 getsə 2 qalacaq. 2-ni 18-də vuranda 36 eləyəcək. Bu tapdığımız elə ixtisar olunmayan, düzgün olmayan kəsirlərin sayıdır. Cavab oldu 36. İxtisar olunmayan deyir də. Hə, pis. İxtisar olunanı soruşsaydı 76-dan da aldığımız cavabı çıxmış olardıq. İndi baxıram nəyə? Hesablayın deyir. Əvvəlcə bir şeyi nəzərinizə çatdırım ki, məsələn 0 tam dövrdə 1 yazıram. Bu bizə verəcək dövrün sayı 9-u göstərir mötərizənin içi. 9-da 1. Lap belə yazıram. 0 tam dövrdə 11. Bu nə göstərəcək? Bu 9-u, bu 9-u olacaq 99-da 11. Hər ikisini də 11-ə bölsəm 1 böl 9 qalacaq. 0 tam dövrdə 111 yazsam, eləcək 999-da 111. Hər ikisini 111-ə bölsəm 1 böl 9 qalır. Yəni, belə nəticə gəlirəm ki, bunların hamısı nə qədər dövrün içində rəqəm eynidirsə, elə cavabı bir dənə nə varsa onun özünə bərabərdir. Yəni, onda mən burada 0 dövrdə A-nın yerinə birbaşa 9-da A yazacağım. Üzərinə gəl. Yenə ikincidə bunu da yerinə yazıram mən 9-da A. Üzərinə gəl. Ən sonuncuya da yenə yazacağım mən 9-da A. Bu da bərabər. Məxrəc olduğu kimi qaldı. Sürətlər toplayanda eləyəcək 3A. Bu da bərabərdir. 3A-nı bölürəm elə bil 9-da A-ya. Yəni vururam A-da 9-a. A-lar da getsə 3-ü 9-a vuranda cavab eləyəcək 27. Sonra sual 12-də. Abituriyentlər qruplar üzrə sənəd vermələri diaqrama əsasən ikinci qrup bütün abituriyentlərin hansısını təşkil edir? Sənəd verdiyin tapıqda. Opşi bir yerdə çevrə olduğuna görə 360 olmalıdır. Bunlar bir yerdə toplayanda bunlar neçə eləyəcək? 90, 80, 170, 270. Deməli, burada qalacaq o zaman 90. Bunu bildik. Mənə lazımdır ikinci qrup bütün abituriyentlərin. İkinci qrupda var 90, bütün abituriyentdə 360. 90-da 360-da hissə soruşduğuna görə 4də 1 hissə deməkdir. 13-də ifadənin qiymətini tapın deyir. Əvvəlcə baxıram ki, burada ortaq vuruq var. 1 tam 7-də 1 hər ikisində var. Ortaq vuruq olaraq kənara çıxardıram 1 tam 7-də 1-i. Qalır mötərizə daxilində 9 tam 7-də 5, üzərinə gəlinsin 4 tam 7-də 2. 1 tam 7-də 1-i kəsiri çevirəm düzgün olmayana. Məxrəc olduğu kimi qaldı. 7-ni 1-ə vururam. 7, 1 də burada 8. Mötərizənin içini toplayanda bizə verəcək 13 tam 7-də 7. 13 tam 7-də 7 elə özü 14 deməkdir. Çünki 7-də 7 1-dir, bu da 13, elə də 14. İxtisar da geçsə bunlar qalacaq 2, 2-ni də 8-ə vuranda düzgün cavab eləyəcək 16, yəni B variantı. Sual 16, 14-dən. Düzgün kəsr deyir. Düzgün kəsr odur ki, sürət kiçik olsun məxrəcdən. Yəni 7n çıxılsın 6 kiçikdir. 3n üzərinə gəl 15-dən. Buradan 7n çıxılsın 3n kiçikdir 15 plus 6-ya. Bu da eləyəcək 4n kiçikdir 21-ə. N də kiçikdir 5 tam onda 5-ə. 5 tam onda 5-dən kiçik ədədlərimiz 1 var, 2 var, 3 var, 4 var, 5 var. 1 ödəsə hamısı ödəyəcək. 1-i yerinə qoysam 7 çıx 6, problem yoxdur. Deməli, bunların hamısını götürmək olar. Qiymətlər cəmini soruşur, eləyəcək 15. 1-dən 6-ya qədər 5-də daxil olmaq ədədləri topladıq. Sonra deyir ki, ədədin 4də 1 ilə 9-da 4-ün cəmi. Yazıram onda 4də 1 x üzərinə gəlinsin 9-da 4 x bərabərdir 25-ə. Ortaq məxrəc 36. Birincini 36 eləmək üçün 9-a vururam. Eləcək 36-da 9x. İkincini 36 eləmək üçün 4-ə vururam. Olacaq 36-da 16x bərabərdir 25-ə. Toplayanda 36-da 25x bərabər 25 olacaq. 25-lər gedəndən sonra x-in qiyməti qalacaq 36. Məndən soruşur, bu ədədin 4-dən birini, 36-nın da 4də 1-ini tapanda 4də 1-ə vurursan, bu da qalacaq burada 9 dəfə düşür. Deməli, düzgün cavab olacaq 9.
Sonra sual 16'da. Bir maşınla qumu 5 saata, digəri 6 saata daşımaq olar. Yəni birinci işin 5də birini, digəri isə 6-dan birini görür. Birlikdə işləyirlər, kömək gəldi 2 saat. Vururam 2-yə. Məndən daşınmamışı soruşur. Əvvəlcə bunu hesablayaq, aldığım cavabı da birdən çıxanda daşınmamış olacaq. 5 6-ya ortaq məxrəc 30 olar. Birinci 30 eləmək üçün 6-ya vururam. 30-da 6. İkinci eləyəcək 30-da 5. Vurulsun 2. Eləyəcək bu da 30'da 11 vurulsun 2. 15, 30 ilə 2 xısar geçsə qalacaq burada 15'də 11. Bu deməli nədir bizdə? Daşınmışıdır. Mənə lazımdır daşınmamış, yəni digər tayı. O da birdən çıxmalıyam 15'də 11'i. Qalacaq burada 15'də 15'i 1'ə vururam. 15 çıxıram 11'ni 4. Qalacaq 15'də 4. Sual 17'də artma sırasını tapın. Artma sırası nə deməkdir? Azdan çoxa doğru davam eləmək lazımdır. A ilə B-ni müqayisə eləsəm, görürəm ki, B daha böyükdür. İkisi arasında baxsam. Deməli, B A-dan böyükdür. Necə bildim? Çarpaz. 7-ni vurdum 1-ə eləyir. 3-ü vururam ona 30. 7-ni artıq 30-a vuranda 210 eləyir çarpaz baxanda. 228, 238 eləyir hələ 7-ni 34-ə vuranda. Deməli, bu daha çox oldu. Baxıram indi B ilə C-nin müqayisəsinə. Ya da A ilə C-yə baxaq, B ilə C-yə. Yəni B ilə C-yə baxaq əvvəlcə. Bunları müqayisə eləyəndə sürətləri bərabər olduğuna görə məxrəci kiçik olan böyükdür. Deməli C B-dən böyük olur. Deməli burada da C-ni qoyuram. Cavab olacaq o zaman bu şəkildə. Dövrü kəsri adi kəsrə çevirmək lazım. Mötərizənin içi 9'ların sayıdır. Mötərizə ilə vergüllər isə sıfırların sayıdır. Olacaq o zaman 0 990'da 126'dan çıxmalıyım sıfırın üstündəki rəqəmləri. Biri var, biri çıxıram. Eləyəcək 990'da 125. Bu da bərabərdir. 5'ə bölsəm yuxarı necə 25. Aşağını 5'ə bölsəm düşəcək neçə dəfə? 9 dəfə 5 45. 48 düşür deyəsən. Bu 98. Adi kəsrə çevirdik. 19-un sualda hesablama adi. Deməli, yeniyəcəyik. Birinci vurmanı hesablamalıyam. 4 çıxılsın, 3 qalır məxrəcdə. 3-ü vururam 1-ə, 3, 1 də orada 4. Vurulsun 2-yə. Qaralı da vurulsun, 2-də 1 var. Bərabərdir. Birinci mötərizənin içindəkini hesablayaq. 4 çıxılsın 3-də, 3-ü vururam. Və 2-ni vururam buradan 4-ü sürətə 8 olur. Vurulsun 2-də 1. Bu da bərabərdir. Mötərizənin içindəkinə baxıram. 3 qaldı. 3-ü vururam 4-ə 12. 12-dən də 8 çıxıram. Qalır 4. 3-də 4 vurulsun 2-də 1. Bu deyəcək 3 ilə 2 xısar geçsə, daha doğrusu 3 ilə 4 ilə 2 xısar geçsə qalacaq 3-də 2 düzgün cavab olaraq. Sonra sual 20-də. Deyir ki, ifadənin qiymətini tapmaq lazımdır sonluqdakı. Baxın bura, 0 tam dövrdə 2-ni yazaram mən 9-da 2. Dövrdə 3 yazaram 9-da 3. Dövrdə 4-ü yazaram 9-da 4. Bunları toplayanda eləyəcək 9'da 9. Yəni 1 verdi. Buranı tulla geçsin. Yerdə qaldı x bərabər y-ə. İkisinə də eyni rəqəm qoya bilərəm. Buna da 1 verək, buna da 1 verək. 1 üzərinə gəl 3 vurulsun 1 bölünsün 1. Bu da eləyəcək 4 bölünsün 1. Cavab elədi 4. Kəsrin surətini 3 dəfə artırıb, məxrəcini 5 dəfə azaldıram. Elə bir surəti 3 dəfə artıranda 3a olur. Mərkəzi 5 dəfə azaldanda yazıram b bölünsün 5. Bu bölünsün 5-də yuxarı qalxır 3-ün yanına. 3 vurulsun 5a bölünsün b olacaq. Bu da eləyəcək 15a bölünsün b. Yəni 15 dəfə artmış olacaq bunun qiyməti. Surətdə alınırsa artır, məxrəcdə alınırsa azalır sayılmalıdır. 22-də 9'da 5 kəsrinin sürət və məxrəzinə hansı ədədə əlavə etdikdə. Deməli 9'da 5-in biri var, özünə nəsə əlavə eləyəm. Bir də var ki, sürət və məxrəzinə nəsə əlavə eləyəm. Onda yazıram plus x. Bərabər olmalıdır nəyə? 3'də 2'yə. Çarpaz vursaq, 3'ü vururam 5'ə 15, 3'ü vurdum x-ə 3x bərabər, 2'ni vurdum 9'a 18, 2'ni vurdum x-ə çarpaz 2x. 3x-dan çıxacaq 2x-ini bərabərdir 18 çıxılsın. Bu neçə idi burada yazmışam mən? 15'ə. Çıxılsın 15. Da x bərabər olacaq 3'ə.
Sonra burada kəsri düzgün kəsir. Yəni sürət kiçik olmalıdır məxəzdən. 2-nin üzərinə gəlir, kiçik olmalıdır. 4-ün çıxılsın 5-dən. İndi 2-nin çıxılsın 4-ün kiçikdir -5 çıxılsın 3. Burada -2m kiçikdir -8. O da böləndə işarə dəyişir deyə m böyükdür 8-i 2-yə bölünən 4 qaldı. Nəyi soruşur? N ala biləcəyi, daha doğrusu m niyə yazmışam mən bura? Bu n idi. Hə. N ala biləcəyi ən kiçik natural ədəd soruşur. M-dən də böyük, daha doğrusu 4-dən də böyük nə var? 5 var. Deməli cavab 5 ola bilər. Sonra gəldik 24-ə. Bir qiyməti 5-də 2-yə bərabər olan kəsrin sürətinə 4 əlavə edib. Aha. Deməli, qiyməti 5-də 2-yə bərabər olan kəsrin sürətinə 4 əlavə edib. Məxəzdən 2 çıxsaq, yəni x bölünsün y-dir, tutalım ki, sürətinə 2 əlavə etdim. Daha doğrusu 4 əlavə edirəm, düzdürmü? Məxəzdən 2-sini çıxanda. Kəsrin qiyməti 2-də 1-ə bərabər olacaq. Əvvəlki kəsrin sürət və məxəzin fərqini tapın. Yəni, bizdən sürət və məxəzin x minus y-in fərqini tapın deyir. Buradan çarpaz vursaq, 2x üzərinə gəl 2-ni 4-ə vuranda 8 bərabər y çıx 2-ni 1-ə vuranda y çıx 2 eləyəcək. Buradan da ki qiyməti 5-də 2-yə bərabər deyirdi. Mən bir dəqiqə burada bir şey səhv elədim. 2-də 1 yazdım ora mən. Bunların əvvəlində 2 5 var, 5-də 2 var. Mən durub 2-də 1 oxudum. Deməli, qiyməti x bölünsün y idi. Sürətinə 4 əlavə elədim. Mərkəzindən 2 çıxanda qiyməti bunun özünün x bölünsün y-də bərabər idi. 5-də 2-dir. Bunu da yazmış olaq. Bərabər olmalıdır bu 2-də 1-ə. 2 dənə tənlikdir. Birinci budur, ikinci də budur. Buradan çarpaz baxıram ki, daha doğrusu qarşı-qarşıya x-in qiyməti 2k-ya bərabər, y-in qiyməti 5k-ya bərabər. Gətirək qiymətləri yerinə yazaq. X-in yerinə yazıram burada 2k plus 4. Aşağıda y-in yerinə yazıram. 5k çıxılsın 2 bərabərdir 2-də 1-ə. Çarpaz vuranda 5k çıx 2-ni 1-ə vuranda 5k çıx 2. 2-ni 2k-ya vuranda 4k. 2-ni 4-ə vuranda 8. Buradan alıram ki 5k çıxılsın 4k bərabər 8 plus 2. Buradan da çıxanda k bərabərdir 10 qalacaq. K-ya 10 tapandan sonra bizdən nə soruşur? Əvvəl kəsrin məxərcini ilə sürətinin fərqini. K-ya 10 tapandan sonra x-in qiymətini tapa bilərəm ki, 10-a vuranda 20, y-də 10-a vuranda 50. Deyək ki, əvvəlki kəsrin məxərcinin sürətinin fərqini tapın. Məxərc olacaq burada 50, sürət olacaq burada 20, fərqini soruşur. Eləyici cavabımız 30. 25-də məxərci 180 olan düzgün kəsrlərdən neçəsi sonlu şəkildə göstərmək olar? Sonlu şəkildə göstərmək üçün vuruqların sayı ya təkcə 2-lərdən ibarət olmalıdır. Ya da ki, belə deyək də, ya 5-lərdən ibarət olmalıdır, ya da ki, həm 5, həm 2 qarışıq olmalıdır. 180-i vuruqlarına ayıranda 2-yə bölərsiniz, düşəcək 90. 2-yə böləcəksiniz, düşəcək burada 45. 3-ə böləndə 15 düşəcək, 3-ə böləndə 5 düşəcək, 5-i də 5-ə böləndə 1 qalacaq. Fərqlərdən baxaq. Bir dənə 2, bir dənə 3, bir dənə 5 yazıram. Onda yazıram 180 vurulsun, 1 çıxılsın 2-də 1, 1 çıxılsın 3-də 1 və 1 çıxılsın 5-də 1. Bunu hesablasaq. 180 qaldı öz yerinə. 1-dən 2-də 1 çıxanda 2-ni qalır mərkəzdə. 2-ni 1-ə vururam 2, 1-ni çıxıram 1. Vurulsun. 3-ü vururam 1-ə 3, 1-ni çıxanda 2. Yenə 3-ü vururam, daha doğrusu 5-i vururam 1-ə 5, 1-in çıxanda 4 qaldı. Bu da eləyəcək görə necə? 2-ni 3-ə vururam 6, 6-nı da 5-ə vuranda 30. Deməli, mərkəz bizə 30 verdi. 180 30 gedəndə qalır 6. Yuxarını vuraq. 6-nı 1-ə vururam 6, 2-yə vururam 12, 12-nə 4-ə vururam. Olur 48. Sonra 26. Sonda olmaq kəsr şəklini göstərin deyəndə 2 ilə 5-i seçmirdik. Bəs mən nə yazmışam? Burada ixtisar olunmuş şeyini yazmışam. Yəni ixtisar olunmayan. Hə, düzdür. Deyirəm, qaydanı deyib durub başqa şey yazdım. Hə, düzdür. Deməli, 180-i vuruqlarına ayırdıq. 2-yə böldük 90, 2-yə böldük 45, 3-ə böldük 15, 3-ə böldük 5, 5-i 5-ə böldük 1. Sonlu şəkildə göstərmək üçün bayaqla dediyim kimi ancaq 2-ləri və 5-ləri seçə bilərik də biz. 2 burada, 2 burada, 5 burada.
Bunlar da bir-birinə vuracağıq. Düzgün kəsir dediyinə görə mən 180-də 180-i saya bilmərəm. Çünki bu düzgün olmayandır. Sonlu şəkildə göstərilə bilsə də. Həmin o bir dənə kəsir çıxıram buradan. Bunlar da bir-birinə vuranda 20 çıx 1 eləyəcək 19. Sonlu şəkildə göstərilənlərin sayı 19 dənə oldu. Sonra gəldik 26-ya. Deməli, burada nə deyir? Qabın 5də 1 hissəsi Aha. Qabın 5də 1 hissəsi su ilə dolu olanda. Belə deyək də, qab üzərinə gəlinsin 5də 1 su bərabər 6 kiloqrama. Deyir 3də 2-si su ilə dolu olanda. Qab üzərinə gəl 3də 2 su olanda bərabərdir 13 kiloqrama. Buradan alt-alta çıxıram. Qablar çıxanda getdi. 3də 2 sudan çıxıram 5də 1 sunu aşağıdan yuxarı çıxıram. Bərabər 13-dən də çıxmalıyam mən 6-sını. Ortaq məxrəc 15. Onlar 15-də 5-ə vurmuşam axı birbaşa yazıram o zaman. 10 su çıxılsın bunu 15-də 3-ə vururam. 15-də 3 su bərabər olmalıdır 7-yə. Buradan çıxanda qalacaq 15-də 7 su bərabərdir 7-yə. Buradan da suyu tapanda 7-ni vurmalıyam tərsinə. 7-də 15-ə. 7-lər də gedəndən sonra su bərabər qalacaq burada. 15. Suyunu tapdıq. Mənə lazımdır qabın ağırlığı nə qədərdir? Suyun yerinə 15 yazıram. Hansını istəsəz yaza bilərsiniz. Qab üzərinə gəl. 5də 1 vurulsun. Suyun qiyməti, yəni 15 bərabərdir 6-ya. Qab üzərinə gəl. Bunlar ixtisar getsə 3 qalacaq. Bərabər 6-ya. Qab da buradan bərabər olacaq 3-ə. Deməli, qabın kütləsi 3 oldu. Sonra sual 27-də deyir, indi A-nın neçə qiymətində ifadənin qiyməti düzgün kəsr olar. Ümumiyyətlə, belə misallarda açılışlarını yazmaq lazımdır. 0,2 dövrdə A, üzərinə gəl 0,A dövrdə 3 yazılıbdır. Bərabərdir. Mötərizənin içi 9-un sayıdır, mötərizənin qabağı 0-ın sayıdır. Mötərizənin içi 9-un, mötərizənin qabağı 0-ın sayıdır. Deməli, 0 tam deyə tam yazılmır. Olur 90-da. Yuxarıda yazmalıyam mən 2A 2 rəqəmli ədəd şəklində. Çıxılsın 0-ın üstündəki 2. Üzərinə gəl eyni şəkildə 90-da. Yazıram burada A3. Çıxılsın qabaqdakı A hərfi. Bu da bərabərdir. Məxrəc onsuz 92-sində də olduğu kimi saxlayıram. Buranı açıram. Bu təklik, bu da onluqdur. 2 ona vuranda 20. Üzərinə gəl. A-nı 1-ə vuranda A. Çıx 2. Üzərinə gəl. Bu təklik, bu da onluq. 10-u A-ya vuranda olacaq burada. 10-a. Üzərinə gəl. 1-i 3-ə vuranda 3 minus A. Buradan da baxıram ki, sadələşmə yaparsaq 90 məxrəcdə olduğu kimi A mənfi A. Bunlar getsinlər. Bir dənə qaldı burada 10A. Plus baxaq. Bura 20-dir. 20-dən 2 çıxıram 18. 18-dən 3 gəlirəm 21. Plus 21 olacaq. Düzgün kəsir dediyinə görə surət kiçik olmalıdır məxrəcdən. Buradan da 10A 10A kiçikdir. 90-dan 21 çıxanda qalacaq burada 69. 69 ona böləndə 6-nı 9 eləyəcək. A-nın da ki qiymətləri, rəqəmlər 1-dən 6-ya qədərdir. 1, 2, 3, 4, 5, 6. Olacaq belə. Sonra 28-də deyir, ədədin 3də 2 hissəsinin yarısının yarısı. Ədəd x-dir. 3də 2 hissəsi 3də 2 x-dir. Bunun yarısının yarısı deyən, yarısının 2də 1-nin yarısı. Yəni 2də 1-i, belə deyək. Bərabərdir 35 olarsa. Bu eləyəcək nə? 3-ü vururam 2-yə. Bu 2-ləri birinə aparaq. Qalır bura 6-da 1 x bərabərdir 35-ə. X də bərabərdir. Eləyəcək burada 210. X-i tapdım. Deyir, bu ədədin 7də 2 hissəsinin 3 mislini tapın. 210-un 7də 2-sini tapanda bölürəm 7-yə, vururam 2-yə. 30, 2-yə vuranda 60. Təzədən 3 mislini soruşur. 60-ı da 3-ə vururam, cavab eləyəcək 180. Məxrəci 150 olan kəsirlərdən neçəsi ixtisar olunandır? Deməli, əvvəlcə 150-nin sadə vuruqlarını ayırmaq lazımdır. Bayaqlar elədiyim kimi. Böldüm 75, 3-ə böldüm 25, 5-ə böldüm 5, 5-i 5-ə böldüm 1. İndi burada nə edəcəm? Hər vuruqdan birini götürürük ixtisar söhbətində.
150 vurulsun, 1 çıxılsın 2'də 1, yenə 1 çıxılsın fərqli olan 3'də 1 və bir də 5'də 1. 1 çıxılsın 5'də 1'dir. Bərabərdir. 150 vurulsun. 1-dən 2-də 1 çıxanda bayaqdan bildik. 2-ni 1'ə vururam 2, 1'in çıxıram 1. 3'də 1'in çıxanda 3 məxrəcdə qalır. 3'ü 1'ə vururam 3, 1'in çıxıram 2. Axırıncı 5 qalır. 5'i 1'ə vururam 5, 1'in çıxıram 4. Bərabərdir. Bu da eləyəcək 150 vurulsun. Mərkəzdə 2-ni 3'ə vururam 6, 5'ə vuranda 30. Yuxarıda isə hasil edəcək 8. 30 ilə 150 getsə burada 5 qalacaq. 5-i də 8-ə vursam eləyəcək burada 40. Bu ixtisar olunmayanların sayıdır. 150 dənə kəsirdən 149 dənəsi düzgün kəsirdir. Bunun da ki 40 dənəsi ixtisar olunandırsa, o daha doğrusu olunmayandırsa yerdə qalacaq bunun 149 dənə də, daha doğrusu 109 dənə ixtisar olunan kəsir. Sonra sual 30'da ədədin üzərinə onun 9'da 20'də 9'unu ədədimiz x-dir. Deyir x-in üzərinə 20'də 9 x-i gələndə 44 alınır. Bu ədədin 10'da 1 hissəsinin 3 mislini tapın deyir. Əvvəlcə bunları toplayanda 20'də 29 x 15 əlavə eləmək var idi. Onu yazmadım mən. Hə, dəqiqə 15 də var imiş. Deməli ədədin üzərinə x-in üzərinə 20'də 9 və 15 əlavə eləyəndə alınır 44. Buradan da toplayanda 20'də 20'ni vururam 1x'e. 20x 9 da burada. 20'də 29x. Bərabərdir. 44'dən çıxmalıyam mən 15'ini. Qalacaq burada da ki 29. Deməli x tapanda 29'u vurmalıyam birincinin tərsinə. Yəni 29'da 20'yə. Bunlar da getsə x bərabər olacaq 20. Mənə soruşur ki 10'da 1'in 3 misli. 20'nin 10'da 1'ini tapanda 20 vurulsun 10'da 1. Bunlar getdi 2 qaldı. 3 mislini soruşur deyə 2'ni vururam 3'ə. Cavab eləyəcək 6.